İnsan öz hədəfinin əzəmətini və ləzzətini daddıqdan sonra bütün əmrlərə müti olur. İlahi əmr onun gözündə böyük ləzzət əldə etməkdən ötürü asan görünür. Hər an Allahın əmrini gözləyir ki, həyatdan daha çox həzz ala bilsin. Canı dildən Allah əmrinə hə deyir. Allah bütün insanlarla görüşəcək. Bütün insanlar o hədəfə çatacaqlar. Lakin bəzilərini Allah qəzəblə, bəzilərini mərhəmətlə qarşılayacaq. Bəzilərini öz ağuşuna alacaq, bəzilərinə biganə qalacaq, bəziləri ilə fəxr edəcək. İnsan bu görüşün necə əzəmətli hadisə olduğunu başa düşsə, bütün dünya onun ayağına qalxsa, bütün dünya əlində olsa belə, hər şey gözündə dəyərsizləşər. Əsl dəyər kəsb edən hədəfi tanıdıqdan sonra digər nemətlər dəyərdən düşər. Allaha çatmaq yaradılışımızın hədəfidir. Bu hədəfə aparan yeganə vasitə isə nəfslə mübarizədir. Özümüzlə necə mübarizə aparaq? Proqram tutaqmı? İstəklərimizi siyahıya alıb, sonra bir-bir onlarla mübarizə aparaqmı? Xeyr. Məqsəd özünlə mübarizədirsə, onun proqramını özün tərtib edə bilməzsən. Mübarizənin proqramını Allah müəyyən etməli. İlahi əmrin qarşısında mənim istəyim durmamalıdır. Mən Allahla insan arasında sədddir. O dağılmalıdır ki, insan Allaha qovuşa bilsin. Ona görə hədislərdə buyurulub ki, qəlbində zərrə qədər təkəbbür olan insan heç cənnətin iyini də hiss etməyəcək. Ölümdən sonraki əzab həmin mən divarının dağıdılmasının ağrısıdır. Bəziləri heç əzab görməyəcəklər. Bəziləri qəbrin yüngül sıxıntıları ilə o divarı dağıdacaqlar. Bəziləri qiyamət səhnəsini görəndə mən səddini sökəcəklər. Bəzilərinin mən divarı o qədər qalın olacaq ki, uzun müddət cəhənnəmdə qalmalı olacaqlar. Hər müminin qəbr əzabından payı var. Yəni möminlərin çoxu öz nəfsini, təkəbbürünü zəiflədəcək, amma tam aradan qaldırmayacaq. Təkəbbürün qalıqları qəbir sıxıntısı ilə ruhdan çıxacaq. Bu dünyadaykən təkəbbürü, həvai nəfsi aradan aparmalıyıq. Nəfsə ən böyük zərbə mübarizə proqramının öz zövqünə uyğun olmamasıdır. Nəfsə qarşı olmaq azdır. Allah istədiyi şəkildə nəfsə qarşı olmaq lazımdır. Bütün dəyər insanın ilahi əmrə baş üstə deməsindədir. Hədislərdə qeyd olunur ki, Adəmə səcdə etmək istəməyən iblis Allaha öz ibadətindən danışdı. Allah isə ona cavab verdi. Mən istəyirəm ki, mənə özüm istədiyim kimi itaət edəsən, sən istədiyin kimi yox. Bizim xoşbəxtliyimiz, dünya və axirət saadətimiz mənəm-mənəmliyin aradan getməsindədir. Nəfslə cihadı Allahın buyurduğu şəkildə aparmaq mühümdür. Allah nə buyursa baş üstə deməliyik. Buyursa ki, namaz qıl, oruç tut, bu cür yeməyi, bu şəkildə dincəl, bu qayda ilə evlən, deməliyik baş üstə. İnsan deyə bilməz ki, Allahın yolunda daha çox əziyyət çəkmək üçün yeməyəcəyəm, dincəlməyəcəyəm, evlənməyəcəyəm. Məqsəd əziyyət çəkmək yox, Allahın əmrinə itaət etməkdir. Bəzən bu itaət insana rahatlıq verər, bəzən çətinlik gətirər. Eləcə də insan həm əziyyətdən qaçmaqla, həm də artıq əziyyətə can atmaqla Allahın əmrindən çıxa bilər. Hər iki halda insan öz nəfsinə itaət etmiş olur. İnsan çətinliyə yaxud rahatlığa tərəf getməməlidir, Allahın istədiyinə tərəf getməlidir. Əsas Allahın iradəsinə tabe olmaqdır. İnsana nəfslə mübarizə üçün Allahın verdiyi proqram təqva adlanır. Təqva Allahın istədiyi kimi nəfslə mübarizə aparmaqdır. Allahın əmrinə müntəzir olmaqdır. İnsan Allahın sözü qarşısında söz desə, yəni təqvadan çıxsa, şeytana dönər. Quran-ı Kərim bu hadisəni təsvir edir. Allah buyurdu, ey iblis, sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun? İblis dedi, mən ondan daha yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratmısan. Allah buyurdu, çıx cənnətdən. Sən mənim dərgahımdan qovulmuşun birisən. Qiyamət gününə qədər mənim lənətim sənin üstündən əskik olmasın. İblis dedi, ey Rəbbim, qiyamət gününə qədər mənə möhlət ver. Sad surəsi 75-79-cu ayələr. Allah şeytana buyurdu ki, itaət et. Şeytan isə dedi ki, baş üstə, amma qoy özüm istədiyim kimi itaət edim. Şeytanın Allaha ey Rəbbim deyə xitab etməsindən bəlli olur ki, Allaha ibadət etməyə, nəfsi ilə mübarizə aparmağa, bu yolda çətinliklərə hazır idi.
Hədislərdə qeyd olunur ki, şeytan 6000 il Allaha ibadət etmişdi, nəfsi ilə mübarizə aparmışdı, mələklərə nəsihət verirdi. Adəmin yaradılmasından sonra da bunu davam etdirməyə hazır idi. Amma Allahın istədiyi şəkildə yox, öz istədiyi kimi. Özü də bu itaətsizliyinə məntiqi dəlil gətirməyə çalışırdı. Mən Adəmdən daha üstün maddədən yaradılmışam. Mənə yaraşmaz ki, ona səcdə edim. Şeytanın üsyanı bundan ibarət idi. Onun Allahın əmrinə tabi olması üçün nə yetmədi? Bu barədə növbəti çarxda.